Hoş gördük əziz dinləyicilər. Peter Magyarın qalib gəlməsindən sonra Macaristanda bu bir neçə nüansı ortaya qoydu. Əlbəttə siyasi nüansı. Əvvəla Avropanın zəif, Avropanın gücsüz, Avropa dağılır, Avropa sökülür, Rusiyaya qarşı güclər çoxdur və yaxud da ki Rusiyanın tərəfində duran güclər çoxdur deyənlər tamamilə yanıldılar. Hətta Avropanın müttəfiqi olan Amerikanın dəstəyi belə Macaristanı xilas edə bilmədi. Avropa öz monotonluğunu, öz mobilliyini qoruyub saxladı və bir güc mərkəzi olduğunu, hələ də dərin siyasətin, soyuq siyasətin davam etdiyini göstərmiş oldu. İkinci bir məsələ isə burada bir məsələni ortaya qoymuş oldu ki, bəzi insanlar var dünyada ki, onların kiminsə tərəfində durması o dövləti, o siyasəti əlbəttə zəifləyir və məğlubiyyətə uğradır. Artıq Trump bunu bir neçə dəfə sübut edib ki, Trumpın kimin tərəfində olması o tərəfi uduzduran bir faktora çevrilir. Bilirsiniz, məhz Macaristanda Trump uduzdu, Netanyahu uduzdu və Putin uduzdu. Və bu bir daha Avropanın bir mobil güc olduğunu ortaya qoydu. İkinci bir məsələ, eynən bu hadisə Türkiyədə də istəyirəm, Türkiyə segmentində də davam etdirək. Bu günlərdə bir məsələ ortaya çıxdı. Həm Hakan Fidanın danışıqlarından bildirdi ki, İsrail həmişə bir vuruşmaq üçün bir güc axtarır. İran məsələsindən sonra əlbəttə Türkiyə ola bilər, Suriya ola bilər. Bu tamamilə doğrudur. Biz həmişə bunu demişik ki, İsrail dövləti xaosdan bəhrələnən bir dövlətdir. Ona görə də ona şərait yaratmaq lazım deyil. Onun qarşısında bir gücə çevirmək lazımdır ki, gücə çevrilə bilirsənsə çevirir və onunla əməkdaşlıq etmək lazımdır. Onunla molla siyasəti yürütmək əlbəttə ki, tamamilə İsrailin əlinə işləyən bir faktordur. İkinci bir məsələ, bu günləri İsrailin Türkiyə içərisində nə qədər, necə deyərlər, mənfi xarakterizə olunduğunu hər kəs bilir. Bu yaxınlarda məhz Katz, yəni Müdafiə Naziri Katz və Netanyahu tərəfindən CHP-yə bir jest edilmişdi. Cumhuriyyətçi Xalq Partisindən bir jest edilmişdi. Və bu jestdəki bunu bütün dünya bilir. Bunu əlbəttə ki İsrail Mossad'ı da çox gözəl bilir ki, bugün Türkiyədə Netanyahu kimin tərəfində olarsa o uduzar. O uduzar. Demək ki, burada isə təsəvvür edin, Netanyahu CHP-yə müəyyən mənada bir müsbət xarakterizə eləyir. Əslində qalsa burada Netanyahu bunu bilərəkdən Erdoğan komandasının qalib gəlməsini istəyir. Bu heç də tərifləmək burada əks effekt təşkil edir. Bu günləri Türkiyədə heç bir siyasi xadim, heç bir siyasi partiya istəməz ki, ona tərif Netanyahu'dan gəlsin. Çünki Türkiyə cəmiyyəti yobazlaşmış bir cəmiyyətdir, dindarlaşmış bir cəmiyyətdir. Yəni İran cəmiyyətindən, Əfqanistan cəmiyyətindən bir fərqi yoxdur. Ona görə orada Netanyahu kimin tərəfini saxlayarsa, məsəl üçün azca bir jest edərsə, avtomatik olaraq o millət o rəhbərə, o siyasi xadimə nifrət edəcək. Və bu da Türkiyə cəmiyyətinin nə qədər savadsız, nə qədər ixvançılığa, o İslami firqələrə düşdüyünün bariz nümunəsidir. Bunu əslində İsrail bilərəkdən edir. Bu günləri ağlı başında olan bir düşmən istəyər ki, onun düşmən ölkəsi inkişaf etməsin. Bu günlər CHP-nin hakimiyyətə gəlməsi Avropaya ehtiyac olan Türkiyəni qazandıra bilər. Türkiyədə bunda udar, Türkiyədə yeni bir era açar, Avropaya doğru gedər və ölkəni inkişaf edər, bu bataqlıqdan çıxardar. Amma əlbəttə İsrail kimi istəyir hakimiyyətdə qalsın? İsrail çox yaxşı istəyir ki, AKP hakimiyyətdə qalsın. O heç vaxt AKP-ni tərifləməz. Bax, burada əslində bir ayı xidməti göstərmiş olur CHP-yə və bunu bilərəkdən eləyir, amma Türkiyə xalqı da bunu yiyir. Bunu nəzərə almaq lazımdır. İkinci bir məsələ, Türkiyədə Turan quran Türkiyədə, bilirsiniz, Milliyyətçi Hərəkat Partiyasının rəhbəri artıq neçə dəfədir ki, Çin, Türkiyə, Rusiya ittifaqını qurmaq istəyir. Ömür boyu Turanın düşməni olan bu ölkələrlə ittifaq qurmaq istəyir, bu Turancılar. Baxın, bunların beynini, bunlar duginci bir nəsildilər, bunlar duginci bir fəlsəfəni daşıyırlar. Bunların fikirləri heç də İranda olan mollaların fikirlərindən fərqlənmir. Heç bir fərqliliyi yoxdur. Bunların narahatçılığı da əslində İran məsələsində bundadır. Çünki onların da beyni, onların da zehniyyəti bir molla zehniyyətidir. Bir fərqlə ki, paltarları fərqlidir. İnanın mənə, onlar İrandakından daha, necə deyərlər, radikaldırlar. Və əlbəttə ki, İsrail əgər Türkiyənin inkişafını etmək istəmirsə,
inkişaf etməsini istəmirsə, Türkiyənin məhv olmasını, Türkiyənin yavaş-yavaş artıq onun üçün bir hədəfə, bütün dünyanın hədəfinə çevrilməsini istəyirsə, əlbəttə ki, o bu hakimiyyətin hakimiyyətdə qalmasını istəyər və buna da xidmət edir. Çünki növbəti müharibə aparacaq çox yaxşı bir beyin var. Hansı beyin? Dünyanın belə qəbul etmək istəmədiyi və yaxud da onun da molla zehniyyəti olduğunu. Bugün İsrail harada udur? Qəzzada udur. Niyə? Çünki orada da molla ağlıdır. O Livanda udur, ona görə molla ağlıdır. Suriyada udur, molla ağlıdır. Bu günlərdə İranı məhv eləyir. Çünki niyə? Molla ağlıdır. Bu ağılla heç vaxt dünya üst-üstə gəlməyəcək, dünyanın hədəfinə çevriləcək və İsrail də bundan çox gözəl surətdə istifadə edəcək. Əlbəttə ki, İsrail istəməz ki, Türkiyədə bir demokratik hakimiyyət gəlsin. Hakimiyyətə. Yəni, mən bu məsələyə qiymət vermək istəyirəm ki, diqqət çəkmək istəyirəm ki, burada insanlar həqiqəti anlasınlar. Həqiqət bundan ibarətdir və bu günləri İsrailin apardığı bu siyasətdə tamamilə yerindədir və özlərinin bildiyi bir siyasətdir. Bildiyi bir siyasət ki, Türkiyədə bir zəif hakimiyyət qalsın. Bu günləri hər hansı bir silah qayırmada biz reklam edə bilərik. Türkiyə hökuməti haçan bir seçki olursa Qabarda neft tapır. Qaradənizdə neft tapır. Ağdənizdən neft çıxardır. Oranı tutduq, buranı tutduq, amma ortada heç nə yoxdur. Nə neftin qiyməti artır, nə azalır, heç nə. Silah nümayiş elətdirir. Əlbəttə, ən çox silah nümayiş elətdirən Rusiya idi. Hər 2 dəqiqədən bir biz, nə bilim, İskəndər M buraxırıq, bu tərəfdən ballistik raket buraxırıq, biz silahları kalpasa kimi istehsal edirik. Nə fərqi var? Silah məsələsi nəyisə dəyişə bildi mi Rusiyada? Onun dünyada 2-ci yerdə olmasını silah qayırmada nəyi dəyişdi? Heç nəyi dəyişmədi. Onlara görə bunlar reklamdır. Ən vacib olan məsələ idarəçilikdir. Yalnız ölkəni idarəçiliklə udmaq olar. Yalnız ölkəni idarəçiliklə qazanmaq olar. Sırf populist dini fikirlərlə yalnız və yalnız ölkəni İran etmək olar ki, çox təəssüflər olsun ki, bu günləri də məhz irəliləyiş onadır. Səhərdən axşama qədər İsraili tənqid etmək və yaxud onların bir müdafiə, o vaxtı Daxili İşlər Naziri vardı, Süleyman Soylu. Biz 400 min əskər öldürsək də ki, sən 400 min əskəri özündən öldürə bilirsənmi? Öz uşaqlarını öldürə bilirsənmi? Yalnız və yalnız populizm, yalnız və yalnız İran molla rejiminin 47 ildə apardığı siyasəti çox təəssüflər olsun ki, bizim qardaş ölkəmiz də aparır və özünü hədəfə çevirir. Təşəkkür edirəm.